Paytaxtda yerləşən AF Mall ticarət mərkəzində fəaliyyət göstərən, qadın alt paltarları satışı ilə məşğul olan mağazanın sosial şəbəkələrdə yaydığı görüntülər ciddi narazılıqlar doğurub. Coco Lingerie Baku adlı Instagram səhifəsində paylaşılmış videolarda açıq saçı və erotik xarakterli kadrlar yer alır və həmin materiallar açıq profildə geniş auditoriyaya təqdim olunur. Mövzu mağazada nə satılmasından getmir. Söhbət sosial platformada ictimai əxlaq normalarına zidd məzmunun açıq şəkildə yayılmasından gedir. Sosial şəbəkələrdə yaş məhdudiyyətinin faktiki nəzarətsiz olduğu şəraitdə bu cür görüntülərin paylaşılması xüsusilə məsuliyyətsiz yanaşma kimi qiymətləndirilir. Azərbaycan qanunvericiliyində ictimai əxlaqa zidd materialların yayılması məsuliyyət yaradan hal kimi nəzərdə tutulur. Son dəyişikliklər fonunda rəqəmsal mühitdə yayılan məzmunlara nəzarətin daha da sərtləşdirildiyi bir vaxtda bu cür paylaşımlar cəmiyyət tərəfindən haqlı olaraq qınaqla qarşılanır. Kommersiya fəaliyyəti heç bir halda ictimai dəyərlərin və qanun tələblərinin fövqündə dayana bilməz.